Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi RTV kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir dadlı makaron bişirəcəyik. Dadından doymayacaqsınız əziz izləyicilər. Deməli əziz izləyicilər, bunun üçün bizə nələr lazım olacaqdır? Makaron, bax görürsünüz belə makaronlar. Ondan sonra ətim olacaqdır. Yəni çəkilmiş ət və biraz da piydən istifadə edəcəyik. Belə bulyon olacaqdır, suyuna töküləsi. Soğandır, görürsünüz belə baş soğanı xırda doğramışıq. Tomat pastası olacaqdır. Əziz izləyicilər, bizim kanalımızda var, girib yerində baxa bilərsiniz. Belə pomidorun üksussuz qışlıq üçün hazırlamışıq. Yəni dilimləridir, o olacaqdır. Duz, istiot zövqə görə. Soylu sos olacaqdır. Xüsusi tam verir ona. Bir də əziz izləyicilər, belə bir ədviyyat var. Jidqidim adlanır. Yəni tüstü də tamı verir. Ət az da xüsusən bunu tökürük. Ancaq mən bu makaronun içinə də tökürəm. İnandırım sizi, o qədər gözəl tam verir ki, dadından doymaq olmur. Təbii ki də yağ, su öz yerində. İndi başlayırıq bunları hazırlamağa. İlk öncə başlayırıq soğanımızı doğramağa. Burada təbii ki baş soğanı görürsünüz və belə yaşıl soğandan göydür. Bunu axırda pişəndən sonra üzünə həm bəzək kimi, həm də belə arasına qatacaq. İndi başlayırıq hazırlamağa. Deməli əziz izləyicilər, gördüyünüz kimi tavamızı qoyub və yağımızı bax beləcə tökürük ki, ərisin, hər tərəfinə yayılsın. Ondan sonra əziz izləyicilər, quyruğumuzu da belə tullaya bilərik. Piydi bu ümumiyyətlə həm gözəl tam verir, həm də yaxşı edir. Beləcə eləyirik ki, hər tərəfi ərisin yağı. Deməli əziz izləyicilər, gördüyünüz kimi beləcə yağımız əridi, piyimiz də burada əriyir, özü tam verəcəkdir, piy elə tez ərimir. Ətimizi, bax belə çəkilmiş ətimizi tökürük və onu belə deyək də qovurmağını gözləyirik. Biraz qovrulandan sonra əziz izləyicilər soğanımızı əlavə edəcəyik. Deməli əziz izləyicilər, baxın gördüyünüz kimi ətimiz biraz belə qovruldu, piyimiz də yenə gördüyünüz kimi burada əriyir. Bu özü xüsusi tam verəcəkdir. Başlayırıq soğanımızı əlavə etməyə və ədviyyatlarımızı tökməyə. Əziz izləyicilər, onu da qeyd edim ki, bunun içinə istəsəz sürkəşdən keçirilmiş markov, xırda doğranılmış biber zat da əlavə edə bilərsiniz. Yəni o sizin öz zövqünüzdən asılıdır. Beləcə elədik. Bunun ümumiyyətlə yeməyin soğanın çox olanda əziz izləyicilər, tamı da yaxşı olur. Belə. Birazca soğanımız bölüşkəndən sonra tomatını zadı vuracağıq. Ancaq ilk öncədən belə deyim, duzumuzu əlavə edib qarışdırırıq ki, qəşəng tamlı olsun. Duzu əvvəldən vuranda tamlı olur, canında ətin, soğanın canında tam qalır. Belə ağzını örtürük ki, öz odunda pişsin. Deməli əziz izləyicilər, gördüyünüz kimi beləcə soğanımız da qəşəng qızardı. Bəlkə qeyd eləməyi unutdum. Kim istəyir zövqə görə sarımsaq da tökə bilər, 1-2 diş. Mən belə tökəcəyəm. Baxın, beləcə doğrayıb. Sarımsaq buna ümumiyyətcə xüsusi tam verir. Mən şəxsən sarımsaqlı xoşlayıram. Bax, beləcə gördüyünüz kimi bir neçə yerə bölürük. Bax, beləcə eləyir. Sarımsağı və ədviyyatlarını əlavə edirik. Deməli,
tomatımızdan əlavə edirik. Tomat biraz. Ondan sonra bayaq dediyim kimi bu pomidordan biraz tökürük. Ne var onu tökeyim. Qəşəng həm tamını qəşəngdir, həm də xüsusi tam verir. Yəni içində deyirsiniz ki, pomidor. Bayaq qeyd elədim ki, istəsəz zövqə görə markov və sürkəsindən keçən markov və bibar da əlavə edə bilərsiniz. Deməli, soyuq sosumuzu əlavə edirik. Kifayət edər. Ondan sonra əziz izləyicilər belə jidki dımımızı əlavə edirik. Yəni bu tüstü tamı verir, kapçon eləyir sanki. Baxın belə töküb az miqdarda ondan töküb. İnandırım sizi makarona bir gözəl tam verir. Gəl görəsiniz. Bax hardasa bir 3 qapaq belə ondan əlavə elədim. Belə. Və yaxşıca qarışdırırıq. İyi o qədər gözəl vurdu ki. Böyle elədikdən sonra təbii ki də bulyonumuzu da tökə bilərik. Amma bulyonumuzu su hazır, yəni suyu tökəndə tökürük ki bir yerdə qaynasın. Yaxşı şey olsun. Beləcə. Yaxşıca qarışdırırıq ki çox örtməsin. Deməli əziz izləyicilər, biraz qovurulduqdan sonra bayaq dediyim kimi bulyonumuzu əlavə edirik. Bulyonuna xüsusi tam verir də, yəni toyuq bulyonu. Ümumiyyətlə ətin özünün bulyonu olur, ət var. Ondan sonra şey tökürük, acı istiot. Acı istiot ümumiyyətlə zövqə uyğun belə acılıq gəlsin. Ondan tökdük və suyumuzu əlavə edirik. Qaynar çaynikdə bax beləcə su əlavə edirik. Beləcə. Suyumuz da artıq qaynadı. Və əziz izləyicilər, gördüyünüz kimi artıq suyumuz da çox qaynayır. Makaronlarımızı əlavə edirik. Kim istəyir, hansı makarondan istəyir əlavə edə bilər. Balıq qulağı, nə bilim, kəpənək və sairə. Biz bu makaronu bəyəndiyimizdən bu makarondan əlavə etdik. Və indi bunun pişməyini gözləyirik. Deməli əziz izləyicilər, baxın gördüyünüz kimi artıq beləcə makaronumuz pişdi, qəşəng. Altını söndürürük və belə deyim, boşqaba qoyub süfrəyə verə bilərik. Əziz izləyicilər, bayaq unutdum deyəm, bax belə pişəndən sonra da biraz üzərinə belə göy əlavə edirik ki, həm gözəl olsun, həm də yaxşı, belə deyərdim, tam olsun. Və gördünüz, bax belə göydən sonra boşqaba artıq qoya bilərik. Deməli əziz izləyicilər, gördüyünüz kimi bax beləcə qoyduq. Üzərinə sos əlavə etdik. Yəni sosumuz var idi. Belə kanalımızda da var. Reyhanlı, nə bilim digər ət acılı soslarımız var. Ət yeməkləri üçün, makaron vermək üçün. Yəni bax beləcə hazırladı. Üzərinə göyzat yenə əlavə etdik. Sosumuz çox dadlı alındı. Bax beləcə hazırlayın və süfrəyə verin. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videomuza da like qoyun. Sağ olun, salamat qalın və biri-birindən gözəl videolar gəlir. Reseptlərimiz gəlir. Sağ olun, salamat qalın.